Ekran paylaşım başlayalım. Deməli, mən qrupda sizdən bir dənə dataset istəmişdim. Müəllim atmamışdı. O dataset əslində burada Jupyter Notebook-un özündə var imiş. Ona görə onu əlavə yükləməyə ehtiyac yox imiş. Həmin datanı çağırmaq olur. Kitabxanalar işlədim başlayaq. İndi dataya birinci baxaq nə datası olduğuna. Deməli, bu dataset elə adından da göründüyü kimi pingvinlər haqqındadır. Onların burada növləri var. Daha sonra onların yaşadıkları adaların adları yer alır. Onların bu Azərbaycan dilində türklərdə qaqa var, ağız, pingvinlərin ağız hissəsi. Bu onların ölçüsüdür. Bu onların qalınlığıdır. Flipper üzgəclərinin ölçüsüdür. Bu hissə nədir? Body mass. Body mass nə idi? Bədən Təkləri olmaz. Bədən kütlələri. Təkləri. Çox böyük görünür. Ona görə elə bildim səhv bir şeydir, amma burada 3700 qramdır. Bu da onların cinsi. Onda elə birinci sualdan başlayaq. Deməli, bizdən burada istəyir ki, create histogram of the Flickr lengths, column using Seaborn and describe distribution. Bizdən hər bir necə deyək, histogram qurmalıyıq. Onların nəylərini göstərməlidir? Üzgəylərinin uzunluğunu göstərməlidir. Create histogram using Seaborn and describe. Aha. Elə normal adi histogram qrup eləyə bilərik. Tamam. Qrafiki qurmazdan əvvəl onun ölçüsünü təyin etməliyik. Ölçüsünü necə təyin edirik? Qrafikin. Ölçüsü necə? Yəni PLT fix size-ına. Ya da Fig bərabərdir size. Məsələn, 16-ya kimi bir şey. Daha sonra bizdən histogram istədiyinə görə elə birbaşa histogram qururuq. Histogram da CSS-dən götürürük. İkisindən də götürmək olur. Histplot. Daha sonra histogram of the Flickr lengths millimetr. Bizdən bu məlumatı əks etdirən histogram istədiyinə görə bunu götürürəm. Bura biz datanı daxil etməliyik. Data olaraq da sadəcə həmin bir dənə sütunu yazıram. Df həmin sütunun adı. Bir də sonunda bizdən describe distribution istəyir. Yəni paylanmasını da həmin qrafikin üstündə görmək istəyiriksə, əlavə olaraq KDE ilə buna true verib, onun paylanmasına da baxa bilirik. Daha sonra politics label.
Qurduğumuz Instagrama baxmaq üçün də bir show yazıram. Deməli biz əslində bunu daha yaxşı formada necə eləyə bilərdik? Məsələn, hər bir cinsdə onların ortalama bu nə deyim, üzcəklərinin uzunluğu nə qədərdir, ona baxa bilərdik. Amma bizdə burdan yəni hansısa bir kateqoriyaya görə hesablama istəmir. Bizdən sadəcə həmin uzunluqlar hansı aralıqla paylanıb onu göstərməyimizi istəyir. Ona görə də bu şəkildə eləyirik. Bu nə mənaya gəlir? Bu mənaya gəlir ki, həmin pinqvinlərin flipper uzunluqları 190-200 aralığında daha çoxdur. Yəni həmin aralıqda olan, uzunluğu həmin aralıqda olan pinqvinlərin sayı daha çoxdur. Bu da onun paylanmasını da yumşaq şəkildə göstərmək üçün istifadə olunur. Yəni bunlar hamısı kvadrat şəklində dəqiq göstərir, ancaq bu xətt onların ortalamasını, ortalama yox, yəni təqribi göstəricini bildirir. O K-D, E yazdığımız elə bunun göstəricisidir. İkinci sualda create a box plot to compare the body mass distributed across different species. Deməli, hər bir növə bizdən box plot istəyir. Həmin box plotda da biz göstərməliyik onun çəkisinin parametrlərini. Ona görə burada yazaq. Əvvəlcə, məsələn, onu birləşə götürüm. Bura gəldim. Bu ölçüsü olduğu kimi saxlayacağım. Buraya yazacağım cns.boxplot. Bu hissədə Outlier-ləri. necə? Outlier-ləri buradan ehtiyac yoxdur. Outlier'lara ilə boxplotla baxa bilərik. Baxaq birinci. Çox olsa, məsələn, onların silməyin də müxtəlif yolları var. Həmişə üzrükən bu outlier-ləri boxplotla silməyə. Yəni biləm, bundan eləyir. Nə eləyir? Səsiniz tanışmadım. Şeydə bu boxplotla outlier-lə tapmıram. Aha. Elə bildim yenə onu tapasın. Boxplot əslində outlier'ları bizə tam olaraq şey eləmir, göstərmir də, yəni hansı sətr, hansı sütun olduğunu. Sadəcə biz onlara təqribən baxa bilirik ki, hardadır həmin boxplot. Məsələn, kateqoriyaya görə bölürüksə, hansı kateqoriyada outlier'ların sayı daha çoxdur. Onu baxıb, sonra həmin kateqoriya üzərində əlavə analizlər aparmalıyıq ki, biz həmin outlier'ları tapa bilək, tam olaraq tapa bilək. Buradakı suallarda olacaq elə. Outlier'ları necə tapa bilirik? Onlardan ən yaxşı yollardan biri interquartile range ilə tapmaqdır. Yəni Q1 ilə Q3 tapırıq. Sonra həmin Q1, Q3-dən kənarda olanlar bizdə outlier'lar olur. Bu 7-ci sualda 6 ilə 7-də onları daha rahat şəkildə taparıq. Burada sadəcə baxmaq üçün bizdən istəyib bunu. Yəni harda var, harda yoxdur outlier'lar. Body mass istəyir, boxplot compare və hər bir növə görə. Gəldim bura. Bizdə x olacaq onun növü. Növümüz budur. Yəni hər bir pinqvin növündən y bərabərdir onların body masslərini hesablayır.
Body mass. Başqa nə yaza bilər? Hə, bir də datanın özü. Datada df-dir. Bu data df-i yazmadan burada df-in içərisində bunları sütun kimi yaza bilərik. Yəni onların fərqi yoxdur əslində. Sütunu sadəcə yazırıqsa, datanın nə olduğunu göstərməliyik. Amma datanın da burada df body mass kimi yazırıqsa, burada təzədən df data yazmağa ehtiyac yoxdur. Daha sonra nə yazıram? Hə. Bu hissədə x label'ımız artıq bizdə olacaq. Bu y label. Olacaq bu. Ne baxaq. Bizdə deməli 3 dənə fərqli növdə olan pingvin var. Həmin pingvinlərin də paylanması bu şəkildədir. Buradan baxanda biz görürük ki, məsələn, burada hər hansı bir outlier yoxdur. Çünki aşağı sərhəd buradır, yuxarı sərhəd də bura. Buradan yuxarıda ya da ki aşağıda hər hansı bir dəyər olmadığına görə deməli burada outlier yoxdur. Amma burada həm aşağı sərhəddən də yuxarı sərhəddən kənarda dəyərlər var. Bu da bizə onu göstərir ki, həmin bu tipdə olan pingvinlərdə biz sonradan təzədən baxmalıyıq ki, həmin outlierləri tapaq və datadan həmin outlierləri silək ki, data daha təmiz olsun. Bir də bura baxırıq. Burada da hər hansı bir outlier yoxdur. Bu sadəcə bizə outlier'ı göstərmir. Boxplot başqa bizə nələr göstərə bilirdi? Yəni burada başqa hansı məlumatlar əldə edirik? %25%, 25, 50, 50, 70. Yok, 25, 75, 75'ten yukarı bölgüsünü. Başqa? Başka Bizə bu ortadakı xəttlər nəyi göstərir? Bunlar. 50 ortalamamı. Ortalama. Bəli. Məsələn, mən bu boxplota baxanda görürəm ki, ən ağır pingvin növü məsələn hansıdır? En sağdaki. Bəli, bu Gento yazılan ən ağır pingvin növlərindən biridir. Onu da hardan bilirəm? Ortalaması ən yuxarıda olandır. Bu şəkildə. Üçüncü sualda bizdən nə istəyir? Calculate the mean, median and standard deviation. Standard deviation nədir? Of the body mass. İstedi. Nə göstərir? Ortalamadan nə qədər kənar olduğunu göstərmir. Bəli. Məsələn, standard deviation kiçik ya da böyük olanda nə mənaya gəlir? Yəni ortalamadan çox böyük, bir də ortalamadan çox kiçikdir. Yəni. Bəli. İndi bizdən ortalama, median və standard deviation body mass-a görə. Bunlara görə tapaq. Məsələn, adını yazacağım. Mean body mass bərabərdir. Ortalamanı necə tapıram? Mean yaz. Meandir düzdür. Buraya gəldim. Bu nöqtə mean. Datamızda outlier'lar çox olanda biz ortalamadan istifadə etməliyik, yoxsa mediandan? Mediandan. Səbəb? Səbəb çünki medianın ortadakı olan ədədləri tapır da. Yəni ortalamanı götürürsə çox böyük rəqəmlər olacaq, amma median elə bir o sıfıya düzür. Yəni ortada hansı rəqəm varsa onları seçin, yəni ona görə medianı götürmək daha səhvdir. Bir də nə istəyirdi? Standard deviation.
Məsələn, mən bunu run eləsəm, nəticə nə göstərəcək? Heç nə göstərməyəcək. Əslində göstərəcək, amma sadəcə bizə bunu göstərəcək. Çünki biz print yazmadan bunları birbaşa yazanda, sırayla yazanda, ən sonda hansı dəyişəni yazmışıqsa, bizə son nəticə olaraq onu verir. Amma mən bunların hamısına print yazsam, ardıcıl hamısına print yazsam, ekranda hamısını çap eləyəcək. Bunların hamısını print yazmadan sırayla görünməsini istəyirəmsə, artıq vergüllə ard-arda yazmalıyam ki, məsələn, bunu götürürəm. Vergül. İkincisi vergül və üçüncüsü. Bu şəkildə yazsam, artıq print yazmağa ehtiyac qalmadan üçünü də ardıcıl şəkildə görürəm. Belə. Yəni ortalaması 4200, medianı 4050, 4050, standart deviation da 801. Buradan baxanda o mənaya gəlir ki, medianla ortalama çox da bir-birindən fərqlənmir. Yəni outlier dəyərləri o qədər çox deyil. Dördüncü sualda STD nə? necə? O nəyi ifadə edir STD? Standart deviation bizdə deməli ortalamadan dəyərlərin nə qədər kənarlaşdığını göstərir. Yəni biz burada görürük ki, ortalamamız bizim 4200-dür. Bu o mənaya gəlir ki, ümumi datasetdə olan həmin çəkilər 4200-dən ya ortalama təqribən 801 qədər kiçikdir, ya da ki 801 qədər böyükdür. Təxminən belə bu şəkildə yerləşir. Məsələn, burada outlier'ların sayı çox olsaydı, yəni ortalama tam başqa bir rəqəm olacaqdı. Standart deviation-da ümumiyyətlə böyük rəqəm olacaqdı. Bu da ortalamadan həmin dəyərlərin çox uzaqda yerləşdiyini göstərir. Yəni biri düşünün 100-dürsə, çəkisi biri 10.000 kimi belə bir rəqəmlər olacaq. Yəni bir-birinə heç əlaqəsi olmayan rəqəmlər. Dördüncü sualda filter the dataset to include only idle species and calculate the mean body mass. Deməli, növü sadəcə Def group by species. nə edirik? Kodu yazırdım aslında. Def group by species olacaq. Biz də qrupba ilə yaza bilərik, amma qrupba eləyəndə, məsələn, burada ki, 3 dənə növ var idi da, burada 3 dənə növ var. Qrupba eləsəm, mən bu 3 növün, üçünün də ortalamasını ayrı şəkildə görəcəm. Amma bizə filtr eləyib sadəcə bu olan, adel olanları hesablasın. Onda filtr, əvvəlcə filtr eləyib başqa bir dataset götürəcəm, sonra həmin dataset üzərindən onların seçkilərinin ortalamasını hesablayacağım. Filtri necə yerinə yetiririk? Məsələn, def filter bərabərdir. Hansı şəkildə yazacağım? Ki, sadəcə cinsi bu olsun. Yəni, bura bu şəkildə yaza bilərəm. Məsələn, def species bərabər olmalıdır. Bizdə bunu. İndi bu bizə true-false şəklində bir şey, nəticə qaytaracaq. Mən bunun data frame formasında görmək istədiyimə görə əvvəlinə bir dənə də df atacağım. Burada. İndi məsələn aşağı düşsəm, bunu təzədən götürsəm,
həmin datasetdə nələr olduğuna baxsam. Bu şəkildə görünür. Məsələn, 151 dənə 152 dənə daha doğrusu 152 dənəsinin cinsi bu allel olandır. İndi aldığımız həmin dataset üzərində artıq biz əməliyyatı yerinə yetirə bilirik. Hansı ki, burada bizə deyir ki, onların çəkilərinin ortalamasını tapın. Yəni, bura gəlir. Həmin dataset çəkilərini yazacağım. .min. Deməli, bizə qaytarır 3700. Əslində, sizin dediyiniz cavab düz idi. Qrupba eləyib bunların üçün baxa bilirdik, amma hamısını göstərəcəkdi bizə. Hamısını görməmək üçün də, yəni sadəcə birini görmək üçün əvvəlcə filtr veririk. Məsələn, burada 1000, 3700 verdi. Bir də medianı da baxaq. Burada hardasa 3700, yəni bir-birinə bərabərdir. Amma bizdə outlier olan hansıydı? Bu. İndi bunu götürüb baxsaq, görək bir-birindən nə qədər fərqlənir. Yazaq. Bunu yazdım. İndi birinci buranı yazalım. 1000. 3733. Median 3700. Yəni də əslində fərq o qədər böyük deyil. Çünki burada da outlier'lar o qədər çox deyil. Sadəcə 2 dənə outlier var. Amma yenə də fərqi görürük. Məsələn, heç outlier olmayanlarda median da ortalamada bir-birinə bərabər oldu. Amma outlier olanda bu fərq 33-ə bərabər oldu. Yəni 33 fərqlənir bir-birindən mediandan ortalama. Beşinci sualda group the dataset by species and calculate the mean Flipper length for each species. Hər bir növdə bu artıq siz deyənə gəlib çıxır. Onların hamısının ayrıcalıqda üzgəclərinin uzunluğunun ortalamasını hesablamalıyıq. Bunu artıq nə ilə edirik? Group by. Nəyə görə qruplaşdıracağım? Növlərinə görə də yəni ki. Bəli. Hesablama hissəsində yazacağım. Bu hissəni və hesablasın ortalamasını. Bu şəkildə. Deməli, ortalamanı 189, 195, 217 şəklində göstərir. Bir mediana da baxaq. 189, 195, 217. 189 idi, oldu 190. 195 idi, 196, 200 neçəsə. Yəni, çox da bir fərq yoxdur. Sadəcə burada biraz fərq var. İndi burada hamısını bizdən bir-bir hesablamamızı istəyir. Calculate the summary statistic. Yəni statistika deyəndə ortalamasını, medianını, standart deviation'ı, Q1, Q3, interquartile range. Interquartile range necə hesablanır? Q3-dən Q1-ə çıxırır 1.5-i. Əslində interquartile range Q3-dən Q1-i çıxanda alınır. O 1.1 qrup hesablanma hissəsi bizdə yuxarı sərhəd, bir də aşağı sərhədlər var. Onları tapmaq üçün. Bunları. Interquartile range bizdə buradır. Hansı ki, burada Q3-lə Q1-i çıxıb tapırıq bu hissəni.
Bir də onları o 1.5 ilə vurub hesablama istəsə bizə burayla buranı qaytarır. İndi onları bir hesablayaq. Hansı sütuna görə istəyir? Summary for bill lengths. Bir də sonda outlier-ları da tapmamızı istəyir. Bill lengths. Başlayıram minlə. Min bill lengths bərabərdir. Nöqtə min. Median. Sonra nə istəyirdi? Standard deviation, Q1, Q3, interquartile range. İndi Q1-i tapırıq. Q1-i necə tapa bilirik? Bizdə var idi ki, müəyyən bir faizə görə bizə dəyər qaytarırdı. Məsələn, Q1 bizim bilirik ki, 21 faizlik, 21 nə idi? 25 faizlik məlumatımızdır. Ona görə həmin 25 faizi tapan funksiya nə idi? Quantile funksiyası. Quantile funksiyası bizdə datanı özü sıralayır və biz içərisində hansı dəyəri veririksə, məsələn, Q1 olduğuna görə biz bura 0,25 yazmalıyıq, yəni 25%. İçərisinə neçə yazsaq, həmin qədər hissəni bizə qaytarır. Bu artıq Q3-də 0,75 olacaq. Sonra bir də interquartile range. Burada da Q3'dən Q1'i çıxıram. Yəni burada ehtiyac yoxdur. Q3'dən çıx. Q1. Başqa bir də sərhədlər lazımdır bizə. Sərhəd. Aşağı sərhəd yazacağım lower. BL bərabərdir. Aşağı sərhədi necə tapırıq? Aşağı sərhəddi tapanda bir nöqtə bir. Yox. Q1-dən biz artıq çıxırıq. 1.5-i interquartile range hasilini. Məsələn, bura baxanda Q1 bizdə buradırsa, bu hissə. Aşağı sərhəd həmin hissədən aşağıda olur. Yəni, çıxırıq. Bu hissəni tapanda, yuxarı sərhəd tapanda Q3-ün üstünə gəlirik. Həmin 1.5-i interquartile range-ə vurub. Yəni, aşağı sərhəddə yazırıq çıxma ilə. Gəldim, buraya yazdım çıx. 1.5 vurulsun. Həmin interquartile range. Yuxarı sərhəddə yazırıq. Upper. Q3-ün üstünə gəlirik.
şəkildə. İndi mən gərək bunların hamısını bir-bir yazım. Printlə yazanda daha səliqəli nəticə alırıq. Amma indi bizdə o qədər vaxt getməsin deyə. Bu şəkildə. Deməli, bura baxanda biz görürük nələri? Ortalamamız 43, medianımız 44-dür. Çox fərq yoxdur. Yəni datamız yaxşı bir datadır. Outlier'lar çox deyil. Standart sapmamız 5-dir. 5 40-a baxanda, məsələn, ortalama 40-dırsa, həmin məlumatlar ümumi necə deyim, 40 ilə 50 arasında yerləşir ki, onun ortalaması da 44-dür. Quantile hissəsi aşağı sərhədimiz 39, yuxarı sərhədimiz 48. Yəni həmin necə tapır onu? 44-dən 5-i çıxır. Bir də 44-ün üstünə 5-i gəlir. Təqribən bu şəkildə hesablayır. Üçüncü hissəmiz interquartile range. Interquartile range'imiz bizə 9 qaytarır. Yəni bu nəyi göstərir? 48 ilə 39-un arasındakı məsafəni. 48-39 bizdə buradır. Məsələn, düşünsəz ki, bura 39-dur, bura 48-dir. Interquartile range bizə bu ikisinin fərqini qaytarır. Yəni bu ikisinin fərqi də 9-a bərabər olmuş olur. Başqa aşağı sərhəd, yuxarı sərhəd. Aşağı sərhəd 25, yuxarı sərhəd 62-dir. Yəni əgər data normaldırsa, onun içərisində 25-dən yuxarı, 25-dən aşağı ya da ki 62-dən yuxarı dəyər olmamalıdır. Onsuz bizdə də həmin dəyərlər yoxdur. Yəni bunu saymasaq, məsələn, burada yoxdur elə bir dəyər ki, ya aşağı sərhəddən ya da ki yuxarı sərhəddən kənarda olsun. Yəni outlier'ların sayı az olduğu mənasına gəlir. İndi bunun da box plotuna baxsaq, create box plot for the bill length column bir də 6-cı sualda bizdən outlier'ları da tapmamızı istəyir. Identify outlier using this statistic. Bu hesablama hər üç növ üzrə, hə? Bəli, hər üç ümumi hesablayır bütün datanı. Biz hamısını ayrı-ayrı hesablamaq istəsək, yenə filtr verə bilərik. Filtrdə, məsələn, bunu bərabərdir, həmin hansı hissəni götürmək istəyiriksə o. Məsələn, burada change strap bu şəkildə. Sonra da bu hesablamaları təzədən hesablaya bilərik. Aldığımız filtrlənmiş dataya görə. Aydındır. Outlier necə tapırıq? Outlier tapanda biz baxırıq ki, outlier nədir dedik? Aşağı sərhəddən, bir də yuxarı sərhəddən kənarda olan dəyərlər. İndi biz şərt verib həmin outlier'ları tapa bilirik. Şərtdə necə veririk? Deməli, bizim dəyərimiz, məsələn, bill length, bu dəyər ya kiçik olmalıdır Q1-dən, ya Q1-dən kiçik olmalıdır, ya da ki Q3-dən böyük olmalıdır. Bu şərti ödəyən hallarda bizə outlier'lar qaytarılmış olur. Length bərabərdir. Şərtimizi necə veririk? Birinci şərtimiz odur ki, DF-in içərisində olan həmin bill length bu ya kiçik olmalıdır Q1-dən, bundan, yəni birinci sərhəddən, aşağı sərhəddən ya kiçikdir, ya da ki, yadakını
vermək üçün nəydən istifadə edirik? Və yanı vermək üçün. Yəni birbaşa Or. bilmirik. Yaza bilmirik. Məsələn, and şərt şəklində yazmaq olmur. Onun əvəzinə simvollardan istifadə edirik. Məsələn, demişdik ki, and-da bu simvoldur. Orada hansı simvoldur? Orada da düz. Okey. İkinci şərtimiz odur ki, bizdə həmin nədir bu? Bill length üçüncü sərhəddən Q3-dən böyük olsun. Böyük olsun Q3-dən. Bu şərt bizə yenə dediyimiz kimi şərt varsa true ya da false qaytarır. Mən həmin true false-ları data frame-ə çevirəcəm. Ona görə başlığına sonuna df yazıb mötərizəsini bağlayıram. Bu bizə artıq data qaytarır. Aşağı gəlsəm, həmin datada o datadır ki, şərt ödənir və outlier'lar qayıdır. Oradan da true'ları seçirik. True'lar seçir bəli. Və yaları daha doğrusu. Məsələn, həm Q1-dən aşağıda olanları, həm də Q1-dən yuxarıda olanları. Məsələn, biz bura baxdıq. Q1, Q2 nədir? 39-dan 48. İndi biz bu dataya baxsaq, həmin 39.2-dən və 48.5-dən yuxarı aşağı olan dəyərləri görəcək. Məsələn, 39 Endi yazardıq elə ondan sonra. and yazsam, şərt ikisi də ödənməlidir. Ona görə də elə bir şey mümkün deyil. Bir dənə rəqəm həm Ya ikisi olanlar var da, outlier'lar çıxacaq da. Yox, məsələn, bir dənə rəqəm həm 39-dan kiçik, həm 48-dən böyük ola bilər. Yox, ola bilməz. Onsuz da fərqli yoxlamırıq. Hə, bir rəqəm üzrə yoxlayırıq. Bir rəqəm üzrə, bəli. Bütün sətirləri tək-tək yoxlayır. Ona görə bu şəkildə eləyir. Məsələn, mən and yazsam, bir dənəsini götürəcək. Bu şərti yoxlayacaq. Tutaq ki, hə, 9.1 kiçikdir. Amma bu şərt ödənməyəcək görə səhv kimi götürəcəkdir. Ona görə Aydındır. nə dedik? 48-dən yuxarılar elə 51, 55, 48.8 və s. Yəni bunlar bizdə outlier'dır. İndi bunların sayı, bir dənə datasetdə nə qədər sətir sütun var? True false harda verib bəs bu? Məsələn, 3. Görmədim axı. Burada sayı şeydə fərqlidir. Məsələn, 0, 4, ümumi neçə dənədir? 170 dənə. 170 dənə outliers var. Bəli, 170 dənə outlier var. Bizdə ümumi sətirlərin sayı nə qədər idi? Burada 344. Okay. Dən 170-i ödənmir. Biz məsələn bunu silə bilmərik, çünki faizi çox yüksək bir faizdir. Yəni datasetin 1/3 qədər təqribən. Ona görə bunu silmək düzgün olmayacaq. Olduğu kimi qalmalıdır. Və datasetdə sətirlərin sayı da az olduğuna görə bizim aldığımız dəyərlər əslində o qədər də düzgün dəyərlər hesab oluna bilməz. Yəni datasetdə sətir sayı çox olmalıdır ki, biz dəqiq deyə bilək ki, həmin rəqəm outlier'dır. Bir də box plot qurmağımız istəyir həmin son nəticəyə görə. Yine yazacağım. CNS'dən götürürəm box plot. İçərisinə də yazırıq. X bərabərdir nəyə? df'in bu bill olan. Buna. Başqa şey, label'ları falan yazmayacağım. Deməli, qrafikimiz bu şəkildədir.
Bizim bu yuxarıda aldığımız bu rəqəmlərin hamısı artıq burada vizual şəkildə görünür. Məsələn, ortalama nə idi? 44 idisə, buradan baxsaq 44-ü burada görə bilirik. Sonra nə var idi? Q1-dən Q3 neçə idi? 39, 48. Məsələn, burada. 39, 48. Bura 39, bura 48. Bunlar da həmin sərhədlər. Və outlier-ında olmadığını burada görürük. Əslində outlier var, amma burada göstərmir. Niyə maraqlıdır? Yəni biz özümüz hesabladıq, tapdıq outlier-lar hansılardır. Amma burada görünür. Yenə dediyim kimi datada Bəlkə sətirlərin sayı çox azdır deyə həmin outlier-a biz tam dəqiq şəkildə hə bunlar outlier-dır, səhv dəyərlərdir və s. demək düzgün olmur. Məsələn, burada belə çox az, məsələn, bir dənə kimi görünür, amma əslində bu qədər deyil. daha çoxdur. Bəli. Ee, 12-ci mövzuda task elə buydu. Mən əlavə Bitti. task tapmışdım. İstəsəz onu yazaq, istəsəz qalsın. Deməli, dataset var. Həmin dataseti götürüb analiz etməliyik. Daha sonra da vizuallaşdırmalıyıq. Eləyək də. Yəni, indi qalsın datası işləyəndən sonra Sualların sayı nə qədərdir? onu açın. Sual sayla deyil deyəsən, ümumi istədiyiniz kimi analiz edə bilərsiniz. Amma burada sadəcə göstəriş verib ki, hə, bunları eləsəz yaxşı olar tipli. Bu şəkildədir. Deməli, bu 3 hissədən ibarətdir falan deyir. Aşağıdakı sualları cavablandırsaz. Belə baxanda əslində çox sual var. Dasetdə hansı? Bunu atın da bizə. Onsuz da bu müəllim atmayıb sizə. Yox, mənim atmayıb. Bu keçdiklərimizi əhatə eləyir də, yəni artıq şeylər Haritada yoxdur. keçdiyimiz mövzular. Elə, Bunu atın bizə. Onsuz da bizdə hə, nə? imtahanımız var. 4-cü gün. Ataram Belə bir şey sizə. düşəcək də. Elə şey istəyir ki, dataseti götürün, ilkin baxışları eləyin, yəni info ilə, describe ilə və s. Yəni value count olsun, kolumların sayı olsun və s. Daha sonra analizlər eləyirsiniz. Bir də dataset özü də yaxşıdır. Məsələn, uçuşla əlaqəlidir. Hansı ölkədən hansı ölkəyə gedir, biznes var, ekonom hissə var. Məsələn, bunların ödənişə fərqi nə qədərdir? Və s. ki, məsələn, biletlər neçə gün əvvəldən alınıbsa, onların ödənişə təsiri nə qədərdir? Bu tipli suallara cavab tapmaq maraqlıdır. Bu atın bizə biraz. 4-cü günə kimi heç nə. Bir də onda bizim dərsimiz qaldı da gələn həftəyə. Onu siz nə vaxt istəsəz eləyə bilərik də əslində. Əslində bu həftənin 4-üdür. Bu həftə deyəndə bugün bazardır. Hə, də qarşınızdakı həftə. 3-cü gün ya da nə bilim. 2-ci gün sizin özünüzün dərsi var da, hə? Yoxdur. Yoxdur. Yox. Dərsi sizdə nə vaxt keçirdiniz? İkisi 6-sı deyildi. İmtahandır da ona görə dərsimiz yoxdur. Hə. İmtahandan əvvəl istəsəz 1-2 Hə, belə sualınız olsa yazacam yəni ki mən. Çünki mənim çox sualım çıxacaq, indi baxmağa yaza başlayım. bilərsiniz. Nə vaxt istəsəz yazarsınız. Mən şeylərə baxıram. İyi oldu. Buna da bir baxım, özümüz baxaq, sonra alım. 3-cü gün Yəni baxarıq da danışarıq. Ehtiyac olsa dərs və eləyə bilərik. Aha, 15-20 yarım saatlıq çəkər maksimum. Belə baxıram. Şey eləyərik, baxarıq buna. Bunu mən özüm işləyəcəkdim. Kitaba falan yükləmək yaxşıdır. Onda bunu mən atım, amma başqa bir şey yoxdur bu dərs üçün, yəni elə onu Hə, okey, tamam.
Aydındır. Tamam. Onda bunun Azərin nəzər bir sualı varsa, var sualınız. heç nə bitirək onda. Yoxdur, yəni ki, Yox, Azər yox. danışmadığı üçün yoxdur kimi qəbul edər. Gecəniz xeyrə. Xeyrə qarşı. Sağ olun.